Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillah. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul uqdeten min lisani yefqahu qavli. Allahümme allimna ma yenfa'na ve enfa'na bima allamtana ve zidna ilma amma ba'd. Deməli, qardaşlar, bugünkü mövzumuz ölümə hazırlıqdır. Ölümə hazırlıq. Ölüm elə bir əməldir ki, ümumiyyətlə, ölüm elə bir işdir ki, hər bir insan bunu etiraf edir və bunu inkar edən demək olar heç kəs yoxdur. Ona görə də ağıllı insan, ağıllı mömin ona hazırlıq görməlidir. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədisində buyurur ki, ən ağıllı mömin ölümü tez-tez xatırlayandır, ona hazırlaşandır. Və zaten həyatın bizə verilməsi də, bizim yaşayışımız da onun üçündür ki, ona hazırlıq görək. O dəhşətli gün üçün. Hansı ki, qurtuluş yəni, o gün olacaq. Həqiqi xoşbəxtlik və həqiqi bədbəxtlik o gün olacaq. Və ölüm elə bir məsələdir ki, ani gəlir. Yəni, necə deyilir ki, o insanlar arasında gəzir və kimin qərarı verildisə onu götürür. O baxmır sağlama, baxmır qocuya, baxmır cavana, baxmır uşağa. Kimin vaxtı hardadsa Allah Azze və Cəllə onu alır. Necə ki Allah Subhanahu Taala buyurur ki: İnnallaha indahu ilmus saati ve yunezzilul gaysa ve ya'lemu ma fil arhami ve ma tedri nefsun maza taksibu gada ve ma tedri nefsun bi ayyi ardin tamut innallaha alimun habir. Həqiqətən o saat haqqında elm yalnız Allah'a məxsusdur. Allah'ın yanındadır. Bu birinci bizdən gizlədilən şeydir. Yəni qiyamətin saatı haçan qopacaq, onu Allah'tan başqa heç kəs bilmir. Və sonra Allah Azze və Cəllə buyurur ki, yağışı yağdırır, yağışı o yağdırır və bətinlərdə olanı o bilir. Və heç kəs sabah nə qazanacağını bilə bilməz. Sabah başına nə gələcək, onu Allah'tan başqa heç kəs bilmir. Və sonra buyurur ki, heç kəs harada öləcəyini də bilməz. Allah isə şübhəsiz ki, biləndir və xəbərdardır. Və ona görə müsəlmana vacibdir ki, daima bu ölümü xatırlasın və bunu bir saniyə belə yadından çıxarmasın. Baxın, ölümə hazırlaşmayanların haqqında hər şey bilən, hər şey qadir olan və sözü haqq olan Allah nə buyurur? Onlar hamısı belə deyəcəklər. Allah Azze və Cəllə buyurur ki, həttə izə cəə əhəduhumul məvtu qalə rabbirci'un لَعَلِّ أَعْمَلُ صَالِحًا فِيمَا تَرَكْتُ كَلَّا إِنَّهَا كَلِمَةٌ هُوَ قَائِلُهَا وَمِنْ وَرَائِهِمْ بَرْزَخٌ إِلَى يَوْمَ يُبْعَثُونَ. Allah Azze və Cəllə buyurur ki, nəhayət onlardan birinə ölüm gəldiyi zaman deyər, ey Rəbbim, məni geri qaytar. Bu, hər kəs bunu deyəcək, ona hazırlaşmayan hər bir insan. Çünki ölmək istəməyəcək, o artıq o dəhşəti görəcək. Ölüm mələyinin və onun ruhunun necə çıxmağını və hansı mələklərin ölüm mələyini gözləyib ona ruhu təhvil veriləcəyini görəcək və deyəcək ki, ey Rəbbim, məni geri qaytar və sonra görün nə deyəcək? Bəlkə tərk etdiyim yaxşı əməlləri indi edəm. Demədi ki, buraxdığım evimi tikim, maşını almaq istəyirdim, pulu yığıram, onu alım. Deyəcək ki, buraxdığım, tərk etdiyim əməllərimi eləyim və ona cavab veriləcək ki, xeyr, onun bu dedikləri ancaq boş bir sözdür, onların arxasında diriləcəkləri günə qədər bərzəx həyatı vardı. Və başqa bir ayda Allah Subhanahu Taala buyurur ki, yenə də onlar haqqında ki, de qaçdığınız ölüm sizi mütləq haqlayacaq, siyahalayacaq. Sonra siz qeybi və aşkarı bilən hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdikləriniz barədə xəbər verəcək. Və bütün insanların ən xeyirlisi olan və hamımıza nümunə olan Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir gün İbn Ömərin yanında idi və İbn Ömərə gözəl bir nəsiyyət eləyir. Çox gözəl bir nəsiyyətdir. Qısadır, amma insanın həyatında bir düsturdur bu nəsiyyət. İnsan bu nəsiyyəti heç vaxt yadından çıxarmalı deyil. Necə ki buyurur ki Peyğəmbər sallallahu aleyhi və səlləm
Kun fid dunya kəənnəkə qaribun əv abirus səbil. Dünyada bir qərib kimi və yaxud da ki, yoldan keçən biri kimi ol. Alimlər bu hadisin şərhində deyirlər ki, qərib ola bilər ki, o gedib bir ölkədə qərib olsun, lakin oranı sonra vətən seçə bilsin. Gedib orada yaşasın və orada qalsın. Amma bununla da kifayətləmədi Peyğəmbər sallallahu əleyhi və səlləm. Dedi ki, yoldan keçən biri kimi ol. Sanki gəldin bu dünyaya, sanki bir saniyədən sonra, 5 dəqiqədən sonra durub geçəcəksən. Elə bir halda ol dünyanla. Elə bir halda. Və İbn Ömər onun tələbəsi görün nə deyir, bu hədisdən nə fayda çıxardır? Deyir ki, bu hədisin faydasını götürür və deyir ki, səhərə çıxdığın zaman, axşamladığın zaman səhəri gözləmə. Və yaxud da ki, deyir, səhərə çıxdığın zaman axşamı gözləmə. Deyir, öz sağlamlığından xəstəliyini üçün və öz həyatından da ölümün üçün pay ayır. Vallahi, yəni insan həqiqətən bu şeyə diqqət eləsə, dünyanın nə qədər qısa olduğunu bilər. Nə qədər qısa olduğunu. Bizim arzularımız var, bizim bəlkə də qardaşlar var. 10 ilin, 15 ilin arzusunu çəkir. 10 ildən sonra belləyəcəm. Amma vallahi bəlkə də ömrünə 2 gün, 3 gün qalıb. Yəni insan o şey üçün hazırlaşmalıdır. Və başqa bir hədisdə İbn Abbas radiyallahu anhudan gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, 5 şey gəlməzdən əvvəl 5 şeyin qədrini bil, onlardan faydalan. Onlardan birincisi nədir deyir? Sənə deyir, yaşlılıq gəlməmişdən qabaq cavanlığından faydalan. Xəstəlik gəlməmişdən qabaq deyir, sağlamlığından faydalan. Və kasıbçılıq gəlməmişdən qabaq deyir, yəni zənginliyindən faydalan. Və həmçinin də deyir, o səni məşğul eləyən işlər gəlməmişdən qabaq boş vaxtından faydalan və ölüm gəlməmişdən qabaq həyatından faydalan. Ona görə də mömin bu şeyləri deməsin deyənə Allah bizə bu şeyləri xatırladır. Əksinə, mömin öldüyü zaman sevinməlidir. Ona müjdə gəldiyi zaman, ona ölüm mələklər gəlib müjdələdiyi zaman ki, qorxma, kədərlənmə, sənə vəd olunan cənnətlə müjdələn, bax, mömin bunun üçün yaşamalıdır. Ona görə də Əbu Dərda radiyallahu anhu görün nə gözəl söz deyir. Əbu Dərda deyir ki, əgər 3 xüsusiyyət olmasaydı, 3 şey olmasaydı deyir, dünyada qalmaq istəməzdim deyir. Bu 3 şey mənidir dünyada saxlayır. Və ondan soruşulduğu zaman onlar nədir? Deyir ki, gecə və gündüz Rəbbim üçün başımı torpağa qoyduğum səcdə, yəni o namaz, o ibadət və həmçinin isti günlərdə o susuzluğa dözüb tutduğum oruc və bir də deyir, meyvənin ən yaxşısını seçildiyi kimi, o meyvənin ən yaxşısı seçildiyi kimi deyir, sözün ən gözəlini seçib danışan elm əhli ilə birgə oturmağım deyir. Bu 3 şey deyir, mənidir dünyada saxlayır deyir. Onlar olmasaydı mən də dünyada yaşamaq istəməzdim. Və sonra görün nə deyir? Deyir, ən kamil təqva, ən Allahdan qorxulan təqva deyir, hətta deyir, zərrə ağırlığında olan şeydə belə Allahdan qorxmağındır deyir. Və həmçinin də harama düşmək qorxusundan bəzi halalları tərk eləməyindir deyir. Və sonra bu ayəni oxuyur ki, kim zərrə qədər pis iş görərsə, onu mütləq görəcək. Deyir, belə olduğu halda, bu ayəni bildiyin halda deyir, necə deyir, şərdən çəkinmirsən və etməli olduğun bir xeyri də kiçik görürsən deyir. Hətta xırda bir şey. Ona görə də insan gərək şərin qısasından da, balazasından da belə qorxsun və heç bir xeyri də aşağı görməsin. Və alimlər burada gətirirlər ki, şeyx burada gətirir ki, deməli, insanın ölümə hazırlaşması üçün bir neçə əməli zikr edir. Bunları sayaq. Onlardan birincisi insanın fərz əməlləri, Allahın ona vacib buyurduğu ibadətləri qorumaq və onları Allahın istədiyi şəkildə eləmək. Nəfsünün istədiyi şəkildə yox. Çünki bilirsiniz, məşhur ayə var Əl-İmran surəsində. Alimlər o ayəyə nə deyirlər? Əyətul mihnə, imtihan ayəsi. Nədir o ayə? İnsan özün o ayə ilə imtihan eləməlidir. Baxmalıdır ki, həqiqətən bu ayəni yaşayıram, yoxsa yox. Allah Subhanahu taala orada nə buyurur? Peyğəmbər sallallahu əleyhi və səlləmə əmr eləyir, de, əgər Allahı sevirsinizsə, mənə tabe olun, onda Allah da sizi sevər və günahlarınızı bağışlayar. Deməli, Allahı sevmək Peyğəmbər sallallahu əleyhi və səlləmə tabeçilikdən keçir.
Və Peyğəmbər sallallahu əleyhi və səlləm necə ibadət eləyib? O ibadətləri hansı şəkildə eləyib? Bax, o cür eləmək lazımdır. Onda Allah da səni sevəcək. Yoxsa ki, nəfsünün səndən istədiyi ibadət eləmək, vallahi sənə Allahın sevgisini qazandırmayacaq. Və Allah azza və cəllə buyurur ki, وَاَقِيمُوا الصَّلَاةَ وَاَتُوا الزَّكَاةَ وَارْكَعُوا مَعَ الرَّاكِعِينَ. Namaz haqqında nə buyurur? Namaz qılın və zəkat verin və ruku edənlərlə ruku edin. Və başqa ayda Allah Subhanahu taala buyurur ki: "Hafizu alas-salavati was-salatil-vusta və qumu lillahi qanitin." Deyir ki, namazlarınızı qoruyun, xüsusən də orta namazı və Allah qarşısında mutiliklə durun. Fikir ver, bunlar namazın vəsfləridir. Və başqa bir ayda Allah Subhanahu buyurur ki: "Ya eyyuhellezine amenu kutibe aleykumus-siyamu kema kutibe alellezine min qablikum la'allakum tattaqun." Ey iman gətirənlər, sizə və sizdən əvvəlkilərə oruz vacib buyurulduğu kimi sizə də oruz vacib buyuruldu ki, ayənin axırına baxın, bəlkə Allahdan qorxasınız. Bu ibadətlər sənə Allahın qorxusunu artırmaq üçün gəlib. Allaha layiqincə itaat etmək üçün gəlib. Yoxsa ki, əgər o ibadət səni Allah qorxusunu artırmırsa, ibadətlər ağır gəlirsə, bir ki problem var. Başqa bir ayda Allah Subhanahu ki: "Və lillahi alan-nas hiccul beyti men istata ilayhi sabila." Yəni insanların üzərinə deyir, hər bir bazarana onların üzərinə deyir, həcc etmək vacibdir, onları yerinə yetirmək vacibdir. Baxın, deməli alimlərdən olan İmam Əhməd ibn Hərb rəhməhullah deyir ki, 50 il Allaha ibadət elədim deyir. 50 il. Yəni yaşlı vaxtında zikr edir bunu. Deyir ki, lakin deyir ibadətin şirinliyini deyir 3 şeyi tərk eləyəndən sonra tapdım deyir. Subhanallah, fikir verin. O şirinliyi sən tapmasan, yəni bunu qoyun bir başqa şey zikr eləyim. İbn Teymiyyə rəhməhullah deyir ki, Allah şəkurdur. Fikir verin, görün nə gözəl fayda çıxarır. Şəkur nədir? Onun mənalarından biri yəni ki, şükrə layiq olan, daima şükür eləməlisən ona. Onlardan ikincisi isə qula təşəkkür eləyəndir. Allah sevir quluna təşəkkür eləməyi, onun etdiyi ibadətə görə. Lakin insan, fikir verin, ibadət eləyir və hər ibadətdən sonra iki şey özündə hiss eləyir. Ya ibadəti sevməyi, növbəti ibadətə həvəsinin artırılmasını, ya da ki, ibadətlər ona ağır gəlir. İbn Teymiyyə rəhməhullah deyir ki, bax gör bundan hansı səndə var? Əgər səndə deyir, ibadətin sevgisi varsa, növbəti ibadəti sənə qəlbivə sevdirilirsə, bil ki, Allah təşəkkür eləyir. O ibadətə görə sənə sevir o ibadəti səndə eləməyi. Yox, əgər ağır gəlirsə, bil ki, Allah səni sevmir. İbadəti Allahın istədiyi şəkildə eləmirsən ki, ona təşəkkür eləmir sənə. Ona görə bununla özü imtihan elə. Və Əhməd ibn Hərb rəhməhullah deyir ki, 50 il Allaha ibadət etdim, lakin 3 şeyi tərk etmədikcə deyir, ibadətin şirinliyini dadmadım. Birincisi deyir, insanların deyir, razılığını tərk etdim deyir. Və nəticədə haqqı deməyi bacardım deyir. Fikir ver. Yəni insanları razı salmaq üçün yox, aləmlərin Rəbbini razı salmaq üçün yaşadım. Və ikincisi deyir, fasiqlərlə, günahkarlarla dostluğu tərk etdim deyir. Nəticədə deyir, Allah məni salih insanlarla dost elədi deyir. Və üçüncüsü deyir, dünyanın həzzini, şirinliyini tərk etdim deyir. Allah mənə ahirətin şirinliyini dattırdı deyir. Bu üç şey, ona görə də insan gərək bu üç şeyi, alimin bu zikr etdiyi üç şeyi özündə yaşasın, çalışsın bunu yaşamağa. Və həmçinin Muhammed ibn Yusuf rəhməhullah İmam Buxarinin tələbələrindəndir. Buyurur ki, bir gecə deyir, İmam Buxarinin evində oturmuşdum deyir. Və onun deyir, 18 dəfə deyir, qalxıb hər dəfə çırağı yandırdığını gördüm ki, hər dəfə bir elmi məsələ deyir, yadına düşdüyü zaman deyir, onu yazırdı deyir. Yəni sələflər öyrənirdilər, oxuyurdular və ibadətin üzərində çalışırdılar. Ona görə də Əli ibn Əbu Talib radiyallahu anh'ın gözəl bir sözü var. Deyir ki, əməlin özündən daha çox onun qəbul olunması üçün çalış. Ola bilər əməl eləyəsən. Amma sən fikirləş ki, o əməl Allah yanında qəbuldur yoxsa yox. Vallahi sənin az əməlin, qəbul olunmuş əməlin sənin çox olub qəbul olunmayan əməllərdən daha xeyirlidir. Ona görə də Əli radiyallahu anh bu ayəni oxuyur ki, baxın görün Allah subhanətən nə deyir? Deyir, həqiqətən Allah yalnız müttəqilərdən qəbul eləyir. Yəni sən müttəqi deyilsənsə, əməlin qəbul olunmaya bilər. Ona görə müttəqi olmağa çalışmaq lazımdır. Və sonra alimlərdən olan, əhlüsünün alimlərindən olan Həmməd ibn Sələmə rəhməllahdan alim zikr edir ki, deyir, Süleyman Ət-Teymi rəhməllahın yanındaydım deyir. Deyir ki, Süleyman Ət-Teymi rəhməllahın deyir, Allaha itayət ediləcək hansı vaxtda gedirdimsə deyir, onu mütləq deyir, bir itaət üzərində görürdüm deyir. Ya namaz vaxtı gəlmir, namaz qılır.
Orucda oruc edir. Təbii ki, hamısını eləyirdi deyir. Əgər namaz vaxtı isə deyir, onu namaz qılarkən görürdüm. Namaz vaxtı deyilsə deyir, dəstəmaz alarkən görürdüm. Və yaxud da bir xəstənin yanında idi, ya bir cənazəni müşahidə edirdi, və yaxud da məsciddə otururdu. Biz deyir, bu adamın bütün günü bu şeylərlə ibadət üzərində olduğunu düşünüb deyirdik ki, deyir, sanki bu adam da günah eləmir deyir. Yəni gör onlar ibadətdə necə çalışıblar. Və hətta məsələn alimlər, baxın onlar necə namaz qılıblar. Onların namazlarından bəzilərini zikr eləyəcəm. Deməli Muhammed ibn Səma' rəhməhullah adında əhlüsünnə alimlərindən deyir ki 40 il deyir, 40 il. Bircə dəfə də olsun deyir, bir dəfə də olsun deyir. Bir dənə deyir təkbiri buraxmadım namazda deyir. Yəni bütün təkbirlərə çatıb. Bir gün deyir, bir dəfə deyir, bir dənə namazı anam dünyasını dəyişdiyinə görə buraxdım deyir. Və fikirləşdim ki, deyir, 25 dəfə deyir, 25 namazı buraxdım deyir, 25 saat getdi artıq. Yəni, anasının cənazəsinə iştirak etdiyinə görə. Və deyir, qalxdım, 25 dənə namaz qıldım o şeyə görə ki, onun yerini doldurum. Yəni ki, nafilə namazı. Və sonra deyir, yatdım, yuxuda gördüm ki, bir nəfər mənə deyir ki, deyir, tutaq ki, sən deyir, o deyir, namazların yerini doldurdum deyir. Bəs deyir, mələklərin amin deməsinə çatmadın axı deyirsən. O imamla bərabər mələklər amin deyəndə sən də amin deyə bilmədin. Onun yerini ilə dolduracaqsan. Gör, subhanallah, onlar necə çalışıblar bu məsələdə. Və başqa bir, məsələn, həcdən misal çəkirlər. Şeyx həcdən misal gətirir. Deyir ki, Ammar ibn Əmr Əl-Bəcər rəhməllah deyir ki, Muhammed ibn Ən-Nadr rəhməllahla deyir, Məkkəyə yola gedirdik. Onlar da əvvəllər, yəni Məkkəyə daha bizi kimi təyyarə ilə, avtobusla, rahat, kondisioner şəraitində olmayıblar. Onlar aylarla yol gediblər və çətinliklər görüblər. Və deyir, hər dəfə deyir, yatıb dururduq deyir, onu dəvənin üstündə deyir, oturub Quran oxuyan görürdük deyir. Sanki bu adam yatmır deyir. Və hər dəfə də deyir, yolda düşdüyümüz zaman hardasa deyir, o bizdən qabaq deyir, düşürdü və başlayırdı bütün qardaşların qayğısına qalmağa, onların yeməyin hazırlamağa, onlara xidmət göstərməyə. Və ona deyildiyi zaman ki, ey Əbu Əbdurrahman, yəni bu işləri bizə həvalə elə. Yəni biraz da biz görək, deyir, siz mənə deyir, Allahın savabından məhrum eləmək istəyirsinizmi deyir. Yəni onlar çalışırlar ki, bütün ibadətlərdə bu məsələdə diqqətli olsunlar. Muhammed ibn Əl-Hənəfiyyə rəhməhullah deyir ki, oruç tutduğun zaman deyir, qulağın, gözün, dilin və bədənin də oruç tutsun deyir. Deyir, oruç tutmadığın gün, oruç tutduğun günlə eyni etmədir. Heç vaxt deyir. Fərqli olmalıdır. Və deyir, heç vaxt xidmətçi və sənə xidmət göstərənə əziyyət vermə. Ona görə sələflər deyirdilər ki, əgər sənin Ramazandan qabaqki halınla, Ramazandan sonraki halında dəyişiklik yoxdursa, bil ki, Ramazanda problem olub sənin. Çünki Allah Subhanahu taala özü sənə deyir ki, sənə və sizə və sizdən əvvəlkilərə oruc vacib buyuruldu ki, bəlkə Allahdan qorxasınız. Sənin qorxun artmalıdır. Sənin ixlasın, özün düzəlməlisən. Ona görə alimlər deyirlər ki, Ramazan insanın güzgüsüdür. Çünki iblis bağlanılır Ramazanda. Sən özünü tanıyırsan. Sən heç kəsə deyənmərsən artıq ki, mənə kimsə vəsvəsə verir. Sən özünü islah eləmək üçün Allah Ramazanı sənə nəsib eləyib. Və sən Ramazandan sonra dəyişilmirsənsə, subhanallah, bəs hasan dəyişiləcəksən. Sən Ramazanda islah olmursansa, hasan islah olacaqsan. Ona görə Həsən Basri rəhməhullah deyir ki, namaz insanı çirkin və pis əməllərdən çəkindirmirsə, o ancaq və ancaq o namaz qılanı Allahdan uzaqlaşdırır. Vallahi yaxınlaşdırmır insanı. Çünki Allah Subhanahu deyir ki, İnnəs salətə tənhə anil fəhşəl və münkər. Həqiqi namaz insanı pis və çirkinliklərdən qoruyar. Əgər sənin namazın səni pis və çirkinliklərdən qorumursa, bil ki, sənin namazında problem var. Düzəl və qorx Allahdan ki, vallahi o ayənin altına düşərsən. Vay namaz qılanların halına ki, namazlarında qafildirlər. Namazlarında qafildirlər və Şeyx Abdurrazzaq Həfsallah bu ayənin təfsirində deyir ki, orada hərf-ü cər fi salatihim gəlmədi. Ən salatihim gəldi. Yəni namazın içində səhlənkar deyil əmin adamlar. Namazın çölündə səhlənkardırlar. Ne üçün namaz qılırlar, xəbərləri yoxdur. Namazın içində Allahın qulusan, təbii başa düşdük. Amma vallahi namazın çölündə də Allahın qulu olmaq lazımdır. O namaz səni Allah'a yaxınlaşdırmalıdır. Və həmçinin də, baxın Quran-ı Kərimdə Allah Subhanahu taala namazı heç yerdə demir ki, namaz qılın. Deyir, namazı iqamə eləyin. Namazı iqamə eləməyin qaydaları var, şərtləri var. Allah Subhanahu taala nə deyir? Möminlər nicat tapdılar. Hansı möminlər? O möminlər ki, namazlarını qoruyurlar,
namazlarını vaxtında qılırlar, fərzlərinə, vaciblərinə riayət edirlər, namazı pozan şeylərdən uzaq dururlar. Bu şeylərə diqqət eləmək lazımdır. Yoxsa namaz elə bilmə ki, səni qurtaracaq. Ona görə alimlərdən biri deyir ki, səni bu dünyada günahlardan qorumayan namaz o gün səni cəhənnəmdən qorumayacaq. Çünki təqva nədir? Təqvanın lüğəvi tərcüməsi nədir? Təqva qoruyan bir şeydir. Sənin ayağınla tikan arasında maniyə ayaqqabıdır. O ayaqqabı səni tikanın batmasından qoruyur. Təqva da səni, bu dünyada təqva səni günahlardan qoruyur. O dünyadakı təqva səni axirətdəki oddan qoruyur. Ona görə alim İbn Qeym rəhməhullahın çox gözəl bir dənə sözü var, subhanallah. İbn Qeym rəhməhullah deyir ki, qiyamət gününün üzərində, o sıratın üzərində olan qarmaqlar deyir, günahlardır. Sən bu dünyada nə qədər günaha batırsansa deyir, o qarmaqlardan da mütləq birini ilişəcəksən deyir. Nə qədər bu dünyada o qarmaqlar, dünyadakı günah qarmaqlarından qaçırsansa deyir, düşmürsənsə, axirət gündə o qarmaqlara ilişməyəcəksən. Və sonra buyurur ki, sən əgər sıratın üzərindəki sürəti bilmək istəyirsənsə deyir, hansı sürətlə geçəcəksən? Çünki sıratın üzərində müxtəlif sürətlər olacaq. İnsan olacaq ildırım sürətlə geçəcək. Allah bizi onlardan eləsin. İnsan olacaq ki, bərk qaçan at sürəti ilə, külək sürəti ilə, başqa sürətlərlə insan olacaq sürünə geçəcək və qarmaqlardan biri onu tutub atacaq içəri. Deyirsən, sürəti bilmək istənsə ki, hansı sürətlə gedirsən, bu dünyadakı, İslamdakı sürətivə bax. Hansı sürətlə dini yaşayırsan, o sürətlə də sırat üstündən geçəcəksən. Allah heç kəsin əməlini zay eləmir. Ona görə insan gərək fərz əməllərinə fikir versin, onları qorumağa çalışsın. Onların itirməkdən qorxsun. Onların savabından qorxsun və nə qədər əməllər var ki, indi zikr eləmirəm, çünki vaxtımız azdır. Onlar insanın əməllərini puç eləyirlər. Müflis hədisi var. İnsan dəhşətlidir, o müflis hədisini eşidəndə insanın tükləri ağarır. Nə qədər ibadət edirsən, bir dənə balaca dilə görə onu məhv edirsən, o qədər ibadətləri. Və qiyamət günü ona buna verirsən o əməllərinin savabını. Hansı ki, sən o günləri, vallahi Peyğəmbər sallallahu qiyamətin dəhşətini xatırlatmaq üçün sənə deyir ki, bir xurma ilə də olsa qurtar özü oddan. Bir xurma. Bir xurma nədir ki? Qiyamət günü insan axtaracaq ki, kimdən nə tutum? Kimdən nə alım? Anasından qaçacaq, atasından qaçacaq, öz yaxınlarından qaçacaq ki, çünki haqları var üzərində. O gün körpə uşaqlarını saçaq aracaq. O gün mücrim, günahkar deyəcək ki, məni çıxard oddan, ailəmə tora, övladlarıma tora, oradan çıxard məni. Yəni o gün dəhşətli gün olacaq, o gün heç kim heç yana qaça bilməyəcək. Və o gün sən o qədər azuqə ilə gedəcəksən və paylayacaqsan azuqə ona buna. Və qurtaracaq verəcəksən, alacaqsan onun bunun günahlarını üzəri. Onun insan ibadətlərini qorumağa çalışmalıdır. Çalışmalıdır ki, o ibadətlərini elədi, yıxsın, bağlasın. Necə dünyada pulunu qoruyur, var dövlətin qoruyur. İstəmir ki, müflis olsun bu dünyada, ahirətdəki müflislik daha dəhşətli. Və sonra insanı ölümə hazırlaşdıran əməllərdən ikinci məsələ insanın ölümü xatırlamasıdır. İnsan tez-tez ölümü xatırlamalıdır. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, deməli, bu hədisi danışır Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, mən sizə deyir, qəbirləri ziyarət eləməyə qadağan eləmişdim. Niyə görə? Çünki İslamın ilk vaxtlarına tövhid zəif olduğuna görə bütün insanlara qəbirləri ziyarət eləmək qadağan olunmuşdur ki, şirkə düşə bilərlər. Sonra insanların qəlbində tövhid bərqərar olandan sonra, möhkəmləndən sonra Peyğəmbər sallallahu aleyhi ve sellem bu ümmətin kişilərinə buyurdu ki, gedin qəbirləri ziyarət edin. Və onları ziyarət edin, həqiqətəndir, o qəlbi yumşaldır və gözü yaşardır və ahirəti xatırladır. Bax, qəbir bunun üçün gedilməlidir. İnsan gedib qəbiri tez-tez ziyarət eləməlidir. Subhanallah, mən də gələcəm bir gün bura. Bu günləri kimisə çiğnimdə gətirirəmsə, sabah məni də çiğnimlərində gətirəcəklər. Mən qayıtmayacam, bir gün olacaq və mən qəbirə qoyulacam. Ona görə Həsən Basri rəhməhullah qəbirstanlıqda bir gün birini bastırdığı zaman adamlardan yanındakine deyir ki, bu adam sənin yerində olmaq istəyərdimi? Deyir, əlbəttə ki. Deyir, bəs sən isə deyir, hazır deyir, bayırdasan deyir. Nə qədər deyir, bayırdasan istifadə elə deyir. Bir gün sən də girəcək sonra. Çünki insan o dəhşətli yerə girəcək. O dəhşətli yerdə bilmir vəziyyəti necə olacaq. O mələklər gəldiyi zaman ona, o sorğusal, onu bilmir ki, o ölüm ayağında onu hansı mələk gələcək? Cənnətdən gələn mələklər yoxsa cəhənnəmdən gələn mələklər? Bilmir ki, onu o qəbirdə sorğusala cavab verə biləcək yoxsa yox. Yeganə sorğusaldır ki, cavabı bəllidir. 3 dənə şey soruşacaq səndən. Amma onu hazırlaşmaq lazımdır. Yaxşı hazırlaşmaq lazımdır ki, ona cavab verə biləsən. Və başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki,
Bütün ləzzətləri parça-parça eləyən ölümü xatırlayın. Ona görə Osman radiyallahu qəbirstanlıqda həmişə oturardı, qəbirlərin yanında ağlayardı. Yəni, Osman radiyallahu cənnətlə müjdələnən sahabə idi. O bilirdi ki, cənnət əhlidir. Və Allah Resulü sallallahu aleyhi ve sellemin yaxınlığında olacaq qiyamət günü cənnətdə. Lakin ağlayırdı. Və deyiləndə ki, niyə ağlayırsan sən? Heç axirət bu qədər xatırlandığı zaman ağlamırsan? Və deyirdi ki, subhanallah deyir, qəbir axirət mənzillərinin birincisidir. Kimin vəziyyəti burada yaxşı olarsa, ondan sonraki vəziyyət daha yaxşı olacaq. Və kimin vəziyyəti burada pis olarsa, ondan sonraki halı daha pis olacaq. Həqiqətən. Möminə qəbrində göstəriləcək o cənnətdəki yeri. Və mömin deyəcək, ya Rəbbi, axirəti tez qopar. Tez gəlsin, gedim ora. Amma cəhənnəm əhlinə o yeri göstərildiyi zaman o deyəcək ki, ya Rəbbi, bu əzaba razıyam. Bu əzabı istəyirəm qalsın, amma axirəti qoparma. Axirət gəlməsin. Ona görə də insan gərək ölümü tez-tez xatırlasın və qəlbinin bərkidiyi zaman görür gözündən yaş çıxmır. Görür ki, ibadətlər ağır gəlir ona. Dünyanı sevir, tez-tez gedib qəbirstanlıqları ziyarət etsin və ölümü xatırlasın. Necə ki, Ayşə radiyallahu anhə bir qadın gəlib şikayət edir ki, qəlbim sərtləşib və o da ona deyir ki, ölümü xatırla. O sənin qəlbini yumuşaldacaq və o da onu eləyir və sonra gəlib deyir ki, ey möminlərin anası, Allah səndən razı olsun. Həqiqətən bu mənə deyir, çox kömək elədi. Və ona görə də Kəb ibn Əhbar rəhməhullah deyir ki, kim deyir ölümü xatırlayarsa deyir, müsibətlər ona yüngül gələr deyir. Müsibətlər ona yüngül gələr. Və həmçinin İmam Əvzai rəhməhullah deyir ki, bir qul ölümü xatırlayarsa deyir, dünyada azla da olsa kifayətlənər deyir və qənaətçil olar deyir. Və Dəqqaq rəhməhullah buyurur ki, kim ölümü çox xatırlayarsa, 3 nemətlə o şərəfləndirilər. Heç vaxt tövbəni gecikdirməz. Həmişə tövbə eləyər. Hər gün tövbəsini təzələyər. Və həmçinin qəlbi qane olar. Allahın ona verdiyi o nemətlərlə qane olar. Çoxunu istəməz. Və həmçində ibadətləri həvəslə yerinə yetirər. Çünki bilər ki, ölüm qapısının ağzındadır. Gözü ilə qaşı arasında ona yaxındır. Ona görə də hər fürsətdəki ibadəti yerinə yetirər. Amma kim deyir ölümü unudarsa 3 şeylə cəzalandırılar. Tövbəsini təxirə salar, Allahın verdiyi ruziyə heç vaxt razı qalmaz və ibadətlərində tənbəl olar. Ona görə də insan gərək bu şeylərə diqqətli olsun və bu şeylərə diqqət eləsin. Həmçinin deməli ölümün hazırlıq əməllərindən biri də tövbəni çoxlu tövbə eləməkdir və tövbəsində sadiq olmaqdır. Sadiq tövbə, nasuh tövbə. Allah Subhanahu taala buyurur ki: "Ya eyyuhellezine amenu tubu ilallahi tawbatan nasuha." Ey iman gətirənlər, Allaha səmimi şəkildə nasuh tövbə eləyin. İbn Kəsir rəhməhullah bu ayənin təfsirində buyurur ki, yəni nasuh tövbə nədir deyir? Deyir, o elə bir tövbədir ki, deyir, əvvəlki günahların hamısını silir aparır. Və insanın deyir sonraki həyatını düzəldir. Çünki günahlar insanın həyatını dağıdır. Dağınıq həyat olur insanın. Amma nasuh tövbə insanı düzəldir. İnsanı islah eləyir. Həyatı dəyişir. Və əvvəl etdiyi bütün o pis və murdar əməlləri çəkinir. Və nasuh tövbə budur. Ona görə İbn Qeym rəhməhullah deyir ki, ola bilər ki, deyir, insan günah eləsin, cənnətə girsin və xeyirli əməl eləsin, cəhənnəmə girsin. Deyirlər, bu necə ola bilər? Deyir, ola bilər insan elə bir günah eləsin ki, o günahdan sonra elə bir tövbə eləsin ki, deyir. O tövbə onu deyir, Allahın razılığını qazandırsın. O həyatı dəyişsin o tövbə ilə onun. Və insan da ola bilər xeyirli əməllər eləsin və bu əməllərində təkəbbürlənsin. Desin ki, bu əməllər mənim özümdəndir. Bunları Allah mənə müvəffəq eləməyib, bunları özüm eləyirəm. Və təkəbbürlüyündən eləsin bunları. Və desin ki, bu əməllərə görə mənə Allah borcludur. Onun yanında mənim yerim var. Necə bəzi insanlar bugün deyirlər. Deyirlər ki, filan kəs də cənnətə girir, mən də artıq özünü cənnət əhli eləyib. Yəni görün, bu əməl insanı Allahdan uzaqlaşdırır. Və alimlər gətirirlər ki, nasuh tövbənin 3 şərti var. Əgər Allahın haqlarındadsa. Birincisi, insan dərhal o günahı tərk etməlidir. İkincisi, həmin günahdan peşman olmalıdır. Və üçüncüsü də söz verməlidir Rəbbinə ki, bir daha o günaha qayıtmayacam. Və dördüncü də alimlər zikr edirlər ki,
Əgər insan haqlarıyla bağlıdsa, mütləq o adamdan halallıq almalıdır. Malını qəsb edibsə, malını qaytarmalıdır. Onun haqqına giribsə, o haqqını deməli ödəməlidir. Və sonra şeyx burada zikr edir ki, sadiq tövbənin qəbul olunmasının əlamətləri nədir? Yəni, hardan bilirsən ki, sənin tövbən qəbul olub? Birincisi deyir ki, insanın tövbə eləyəndən sonra xeyirli əməllərə müvəffəq olması. Onda Allah o adamı sevib və onu ondan sonra xeyirli əməllərə yönəldib. Onun əməlini qəbul eləyib. Onu sevib. Tövbədən sonra insan dəyişib. Bu tövbənin qəbul olmasının əlamətlərindəndir. Və ikincisi, insanın qəlbində qorxunun olması. Və alimlər deyirlər ki, o qorxu səninlə mələklərlə qarşılaşacağın zamana qədər davam eləməlidir. Arxayın olmaq olmaz. Birdən mən azaram. Birdən Allah məndən üz çevirər. Allah məni tövbəyə müvəffəq eləməz. Vallahi, mən şəxsən özüm qardaş görmüşəm, ona nəsiyyət eləmişəm, tövbə elə deyib, tövbə eləyə bilmirəm. Vallahi, deyir, Allah məni müvəffəq eləmir tövbə eləməkdir. İstəyirəm tövbə eləyim, qayda bilmirəm, deyir. Siz elə bilirsiniz ki, Allah Subhanahu taalanın cəzası elə olmur, olur. Ən böyük cəza Allahın insanı unutturması da axirəti. Tövbədən onu müvəffəq eləməməsidir. Və insanın qəlbində daima qorxunun olması ta ki o ana qədər ki, mələklər onlara nə deyəcəklər? İnnellezine qalu rabbunallahu summa istaqamu tətənəzzəlu aleyhimul mələikətu əllə təxafu və lə təhsənu və əbşiru bil cənnətilləti kuntum tuadun. Allah Subhanahu taala deyir ki, həqiqətən də Rəbbimiz Allahdır deyib, sonra düz yol tutan kəslərə mələklər nazil olduğu zaman qorxmayın və kədərlənməyin, sizə vəd olunan cənnətlə sevinin deyərlər. Bax, bu ana qədər insan qorxmalıdır. Qorxmalıdır ki, görürsən, mələklər məni müjdələyəcək, yoxsa yox. Yəni, ona görə insanın qəlbində qorxu olmalıdır. Və o qorxu insanı Allahdan uzaq düşməkdən qoruyacaq. İnsan o qorxu ilə yaşayacaq ki, birdən Allahdan uzaq düşərəm. Hansısa bir günah eləyərəm, Allah məni uzaqlaşdırar. Hətta sələflərdən varid olub ki, bir günahıma görə neçə ay gecə namazından məhrum oldum. Bir günahıma görə. Allah məni gecə namazlarından məhrum elədi. Ona görə də insan o gəlir deyir, dualarım, Allah deyir, Allahın cəzası necə olur? Sair sələflərdən biri deyir, duan qəbul olmur, filan. Nə qədər şeylər olsa, filan şey eləmirsən, deyir, bəli, eləm, deyir. Bundan böyük cəza var insan üçün. Ona görə də insan gərək bu yerdən özünü qorusun. Və həmçində İbn Qeym rəhməhullah gətirir ki, deməli, tövbənin, həqiqi tövbənin müsəlmanın qəlbində elə bir peşmançılıq yaratmalıdır ki, o qəlbi yerindən çıxsın, qopsun. Bax, həqiqi tövbə belə olmalıdır. Eləyimdə tövbə, Allah mənə bağışlayacaq. Elə deyil. Vallahi elə deyil. İnsan qorxmadıqca günah ona əzəmətli gəlmir. İnsan peşman olmalıdır, qorxmalıdır. Onun sahabələrdən biridir ki, sizinlə bizim aranızda fərq nədir? Siz günah elədiyi zaman elə bir ki, üzünüzə bir milçək qonub, belirsiz uçub gedir. Amma deyir, biz bir günah elədiyim, elə bir başımıza dağ var, deyir, düşəcək başımıza. Və onlardan biri deyir ki, subhanallah, deyir, baxma, deyir, günah böyükdür, kiçikdir. Bax, gör, o günahı kimə eləyirsən sən, deyir. Kimə qarşı çıxırsan, onun böyüklüyünə bax. Bir günah səni məhrum edir Allahdan, uzaqlaşdırar səni. Ona İbn Qeym deyir ki, o sənin qəlbini parçalamalıdır. Bu deyir, insanın işlətdiyi günahın böyüklüyünə və kiçikliyinə görə ola bilir o şey. Zaten deyir, sənin olsa bir gün qəlbin parçalanacaq və qorxudan yerindən çıxacaq. Ya bu dünyada, ya da axirətdə. Bu dünyada olacaqsa nə gözəl. O səni müvəffəq eləyəcək ki, qaydasan. Amma axirət günü sənin o qəlbinin yerindən çıxması, qorxmağın heç bir faydası olmayacaq. O baş verəcək. Günahkarlarsa o baş verəcək. Onlar deyirlər ki, kaş parça-parça olaydı. Biri deyəcək ki, kaş əməl dəftərlənmənə göstərilməyəydi. Biri deyəcək ki, kaş torpaq olaydım. Nə qədər şeylər deyəcəklər, ölüm istəyəcəklər. Ona görə də mömin bu dünyada peşman olmalıdır. O qəlbi onun o şeydən peşman olmalıdır və o peşmançılıq onu Allaha qaytarmalıdır. Və həmçində dördüncü tövbənin qəbul olmasının səbəblərindən biri də insanın çoxlu dua eləməsini artırması, çoxlu istiğfar eləməsi və deməli
Deməli, bir 5 dəqiqə danışaq inşallah. Deməli, insanın ölümə xatırlanmasının əlamətlərindən biri də Allah haqqında ölüm ayağında gözəl zəndə olması. Bu çox önəmli məsələdir. Vallahi, bugün ən unudulan sünnələrdən biridir bu. İnsanın kimisə dünyadan köçəndə çalışmaq lazımdır ki, sən gedib onun başının üstündə dayanasan. Heç kəsi qoymayasan onun başının üstündə dayanmağa. Çünki fayda oradadır. O öldü, getdi, artıq qutardı. Yəni, sən nə edirsən, ancaq duadan başqa ona kömək eləyəməyəcəksən. Ged onun başının üstündə dayan və ona lə-lə təlqin elə. Ola bilər ki, Allah Subhanahu onu məvfəq eləsin. Və ona Allah haqqında gözəl zənnə düşməyə imkan yarat. Çünki şeytan o anda sən getməsən onun yanında olur. Və onu qoymur sabit ölməyə. Və necə ki, hədisdə buyurulur, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, ölümündən 3 gün qabaq bu hədisi zikr eləyir. Ənəs ibn Məlik radiyallahu gələn hədisdə, Cabir ibn Abdullahdan gələn hədisdə deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, sizdən biriniz yalnız və yalnız Allahla gözəl zəndə olduğu halda dünyadan köçsün. Və alimlər buyururlar ki, yəni nədir bu? İnsanın Allahın rəhmətindən ümidini üzməməsi və Allahın rəhmətinə ümid etməsi və bu cürünə ölməsi. Və başqa bir hədisdə, deməli, hədisi Əhməd, o da Həyyan ibn Nadırdan rəvayət edir ki, Həyyan ibn Nadır deyir ki, Vasilə ibn Əsqa radiyallahu ilə deyir, yəni ibn Əsqa radiyallahu ilə deyir, Əbu Əsvədin yanına getdiydi. O da ölüm ayağındaydı deyir. Və ona salam verdi. Vasilə radiyallahu sahabədir. Və ona dedi ki, səndən bir şey haqqında soruşmaq istəyirəm. O adama deyir. O da işarə edir ki, soruş. Deyir ki, Rəbbin haqqında zənnin necə dindi? O da deyir ki, çox yaxşı. O da deyir ki, müjdə olsun sənə deyir. Çünki deyir, Peyğəmbər sallallahu aleyhi ve sellemin belə buyurduğunu özüm eşitmişəm deyir. Uca Allah buyurur, mən qulumun mənim haqqında zənninin yanındayam. Elə isə mənim haqqında istədiyi zənn etsin deyir. Hansı zənn eləyirsə, o cürünə onu Allah subhanahu teala qarşılayacaq. Necə ki, bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, gəlir bir cavan oğlanın yanına və o da dünyadan kösən olur və deyir ki, necəsən deyir. Halın necədir? Hədisi Ənəs ibn Malik danışır və həmin adam da deyir ki, Allahın rəhmətinə ümid eləyirəm və günahıma görə də qorxuram. Və bu son anda olan insanın halıdır. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kimin qəlbində sənin dediyin kimi bu şeylər ikisi bir yerdə olarsa, Allah ona ümid etdiyini verər və qorxduğundan da onu qoruyar. Yəni, ümid etdiyi nədir? Allahın rəhməti, qorxduğu da günahın aqibəti onu qoruyar. Və fikir verin, ona görə də şeyx buyurur ki, insan gərək ölüm ayağında geçsin və həmin adamlara bu şeyi qoymasın ki, yəni insan pis zənn üzərində, yəni ki, ölsün və insanın ümidi daha çox ölüm ayağında daha çox olmalıdır. Daha çox olmalıdır ki, Allah subhanahu teala o şeyi ona nəsib eləsin. Və həmçinin də 5-ci məsələ insanın qəbr əzabını xatırlaması, onun nemətlərini xatırlaması və həmçinin oradakı dəhşəti xatırlaması, qiyamət günü o insanı boğan o tərin xatırlaması, sıratdan keçməyi xatırlaması, əməllərin, səhifələrin paylanması, mizanın, havuzun, şəfayətin olması və cənnət və cəhənnəmi xatırlaması. Allah subhanahu teala buyurur ki, Yusəbbitullahu ləzine əmənu bil qavli səbiti fil həyati dunya və fil əxirə və yudilullahu zaliminə və yəf'alullah mə yəşə. Allah subhanahu buyurur ki, Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar. Və alimlərdən İmam Nəsai rəhməllah buyurur ki, Bəra radiyallahu rəhməllahdan ki, Allah o kəsləri dünya və axirətdə sabit eləyər möhkəm bir sözlə, deyir ki, bu qəbirdədir deyir. Qəbirdə Allah subhanahu teala o la ilahe illallah kəlməsi ilə həmin mömini, yəni sabit eləyər. Və burada çoxlu ayələr var, onları çox xatırlamıram. Məsələn, onlardan Allah bu ki, biz qiyamət günü ədalət tərəzləri ilə haqq hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcək. Görülmüş bir xardal dənəsi mislində olsa belə
onu gətirib tərəziyə qoyacaq. Subhanallah, hətta balaca bir şeyi və biz haqqı araşdırmağa kifayət eləyərik. Ona görə sələflərdən deyir ki, hətta qonşunun hasarından bir saman götürdüyünə görə cavab verəcəksən deyir. Ya gör indi sən dəhşətli nələr eləmişsən. Qiyamət günü heyvanlar gələcək, əziyyət verdiyinə görə üzvə duracaqlar. İnsanlar gələcəklər, kimlər? Vallahi, subhanallah. Zövcən gələcək, anon gələcək, aton gələcək. Ona görə insan gərək o günə hazırlaşsın və Allahın ədalətinə bax. Allahın ədalətinə. İnsana deyəcək ki, etiraf elə. Deyəcək ki, etiraf eləmirəm. Mən eləməmişəm. Subhanallah. Deyəcək ki, Əl-yevmə nəxdimu alə Əl-yevmə nəxtumu alə əffahihim və tukallimuna əydihim və təşhədu ərzuluhum bimə kənu yəksibun. Allah Subhanahu taala buyurur ki, bugün onların ağızlarına möhür vurarıq, qazandıqları günahlar barəsində onların əlləri bizimlə danışar, ayaqları da şəhadət verər. Subhanallah, Allah Subhanahu danışdıracaq hər şeyi. Və deyəcək ki, o etiraf eləməyəcək və Allahın ədalətidir. Cəhənnəm Allahın ədalətidir. Ona görə cəhənnəmə girənlər deyəcək ki, bəli, haqq elədik biz buranı. Çünki insana bu dünyada ağlı başına gələcək qədər möhlət verilir, insan isə o möhlətdən istifadə eləmir. Allah Subhanahu taala ona bu qədər möhlət verir, görsən ki, insan o möhlətdən yararlanmır. Ona görə də o gün dəhşətli olacaq, o günün dəhşətlərini xatırlamaq lazımdır. O gün insanın səhifələri çəkiləcək, hətta özü çəkiləcək. Dəlil nədir özünün çəkilməyinə? İnsanın özü çəkiləcək, bədəni. Nədir onun dəlili? Hə? Abdullah Məsud radiyallahu bir gün ağaca çıxır və Peyğəmbər sallallahu əleyhi və səlləm yanında olur onun. Sahabelər onun ayaqlarına gülürlər. Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, niyə gülürsünüz? Onun ayaqları qiyamət günü Uhud dağının ağır gələcək. Yəni, amma kök bir insan gətiriləcək, ağcaqanadın qanadı qədər çəkisi olmayacaq o adamın. Ona insanın dəyəri Allah yanı onun təqvasındadır, imanındadır. Sənin ona görə də bax öz halva, hətta sələflərdən gözəl söz var ki, bilmək istəyirsənsə ki, Allah yanında dəyərin nə qədərdir, sən bax öz yanında Allahın dəyəri nə qədərdir sənin üçün. Və ən əsas da nədir? Allahın kitabına münasibətin. Əgər sən Allahın kitabına vaxt ayırmırsansa, oxumursansa, əlindəki bu cihazlara ondan daha çox vaxt ayırsansa, bil ki, Allahın kəlamı sənin üçün azdır dəyəri. Ona görə Osman radiyallahu deyir ki, əgər sizin qəlbinizdə problem olmasaydı deyir, siz Allahın kitabını oxumaqdan doymazdınız. Bir rükətdə Quranı xətm edib Osman radiyallahu bəzən namazda. Bir rükətdə. Görün, necə onlar Qurana yanaşırdılar, necə Qurana bağlıydılar onlar. Onlar Quranı necə sevirdilər, doymurdular Quran oxumaqdan. Çünki Allahın kəlamıdır. Allah Subhanahu deyir ki, əgər biz bu Quranı dağa nazil etsəydik, o deyir, dağ onun ağırlığından, onun qorxusundan parça-parça olardı. Dözməzdi ona, amma insana baxın, qəlbi daşdan da dəhşətlidir ki, Quran onu təsir eləmir. Necə Allah Subhanahu Quran kəndə ayədə zikr edir ona ki, deyir, "Summa qasat qulubuhum", sonra onların qəlbi daha da şiddətləndi. "Fəhiyə kəl-hicarətə əv əşəddu", deyir, ondan da daha da şiddətli oldu onların qəlbi, daha da möhkəm oldu onların qəlbi deyir. O daşdan da. Hətta daşları misal çək, Allahın qorxusundan dağdan yuvarlanırlar. Bəzilərinin su çıxır. Ona görə insan Allahın o dəhşətli gününü xatırlamalıdır. O gözünün qabağında o şeyi zikr eləməlidir və sonda da bəzi alimlərimizin müəyyən şeylərini zikr eləyək. Bununla da İnşallah mövzumuzu bitirək. Düzdür, mövzumuz çox idi. Əlhəmdülillah, vaxt olar, başqa vaxtda xatırlayarıq. Onlardan, məsələn, alimlərdən qorxublar. Burada əslində gəlirdi gözəl ölümün əlamətləri, pis ölümün əlamətləri. Gətirir şeyx buradakı hansı hallar insanı gözəl ölümə əlamətlərdə hansı pis ölümdür. Və sələflər qorxublar pis ölümdən, pis ölümün aqibətindən, o cürünə əməl sahibləri, o cürünə həyatlarını Allah üçün yaşayan insanlar. Vallahi insan Allah həyatına baxır, utanır özünə mömin deməyə, utanır özünə o ibadət sahibi deməyə ki, onların ibadət, hətta onların qadınlarına belə baxanda insan utanır. Onlar necə ibadət edir, necə Allah'a bağlı olublar, necə Allah üçün yaşayıblar. Amma biz baxırsan çox tənbəlik. Bizim üçün Allah Subhanahu taala bu dini yaymağı çox asanlaşdırıb. Həddindən artıq asanlaşdırıb. İmam Buxarinin 15 ilə yaxın yığdığı kitabı
bir telefonun içində saxlamışıq biz, amma bir dənə hədis bilmirik əzbər. Bir dənə hədisi yaşaya bilmirik o hədisləri. Ancaq yığırıq, toplayırıq, cibimizdə də bütün şəriət. Amma bax, əməllərimizə çox zəifik. Amma onlar onları yaşayırdılar, oxuyurdular, öyrənirdilər. Necə sahabelərdən biri Abdullah Məsud radiyallahu anh deyir ki, biz 10 ayə əzbərləyərdik, ona əməl eləyərdik, sonra növbəti 10 ayəyə keçərdik. Onu yaşayardılar onlar. Onları öyrənib, onları yaşayardılar, sonra keçərdilər. Biz isə əzbərləyirik, amma əməlimiz çox azdır. Ona görə Ömər ibn Əbdüləziz radiyallahu anh rəhməhullah bir gün ağlayır. Son anları olur, ağlayır və ondan soruşurlar ki, niyə ağlayırsan? Elə şiddətlə ağlayır ki, sanki nəyinsə itirib. Deyir ki, qiyamət günü deyir, o dönüş yerini xatırladım deyir. Və Allah subhanahu ta'ala buyurur ki, fəriqun fil cənnəti və fəriqun fil sə'ir. İnsanlardan bir qismi cənnətdə, digər qismi cəhənnəmdə olacaqlar deyir. Və sonra deyir, ağlamağından deyir, özündən gedir deyir. Qorxur ki, harda olacağını bilmir. Ondan qorxur. Və həmçinin də Məlik ibn Dinar bir gün deyir, çox vaxt deyir, yuxudan qalxardı, gecə namazı için deyir, tutub saqqalını ağlayardı. Və deyərdi, ya Rəbbi deyir, sən deyir, bilirsən cənnət əhli kimdir və cəhənnəm əhli də kimdir? Bəs görəsən deyir, Malik deyir, harda olacaq deyir. Qorxurdu, dəhşətli qorxurdu. Hətta alimlərdən səhv eləmirəmsə İbn Cəvzi rəhməhullah o boyda əsərlər yazıb. İnsan həyatında o qədər əsərlər qoyub gedib, deyir ki, əgər cənnətə girsöz, görsöz ki, qardaşsız orada yoxdur, Allaha yalvarın ki, mənə cəhənnəmdən çıxarıb sizin yanınıza gətirsin. Qorxurdular, subhanallah. Onlar heç vaxt rahat deyildilər. Çünki Allah bizim gizliyimizi bilir. O bilir ki, biz gizlində bugün cəmaat üçün nələr eləyik, amma gizlində nələr eləyik, onları bilir. Yevmə tublə sərair, o gün bütün sirlər açılacaq. Sənə deyiləcəksən, kimsən? Sən gizlində nə eləyirdin? Sən hansı sifətliydin? O qədər məxluqatın qabağında. Və həmçinin də sələflərdən bu barədə qovullar çoxdur. Həmçinin də sonda da deyir ki, Sufyan Əs-Savri rəhməhullah deyir ki, mən deyir, qorxuram ki, deyir, qiyamət günü deyir, o kitabı bədbəxtlərə verilən insanlardan olun deyir. Bax, onlar belə Allahı zikr eləyib, həmişə xatırlayıb Allahı ağlayırdılar və Allahdan qorxurdular. Və Allah subhanahu ta'ala istəyirəm ki, Allah subhanahu ta'ala bizi eşitib faydalananlardan eləsin. Allah subhanahu ta'ala sonumuzu gözəl eləsin və bizi ölümü xatırlayan, ölümü zikr eləyən və ona layiqincə hazırlaşan qullarına eləsin. Və düzün Allah bilir və sallallahu əleyhi və səlləm Muhammedin və alə alihi və sahbihi ecmaîn.